hər içəri girəndə xanım Zəhra, Peyğəmbər buyururlar ki, ayağına qalxardı və ona tərəf hərəkət eləyərdi. Peyğəmbər bu cür eləyərdi, buyurardı ki, fidaha əbu, atası ona fəda olsun. Heydarində gedər Cəlal-i Zəhra, yarın axır gözü fəqət yarandı, sənsiz heç bilmirəm evim haradır. Tələbə yoldaşlarımdan biri mənə yazdı ki, neynəmisən bugün? Dedi, mən bu gecə sübh namazından qabaq yuxu görmüşəm. Gördüm, biz tələbələr oturmuşuq Həzrəti İmam zamana. Bir hərə yapışdı ki, ağa bizə yedək. Dedi ki, mən onlara gedəcəm. Ədli ilə qiyamət qurulan, vay bizə Zəhra, Rəhman ilə xoşdur ola mizan, sənə xatir. Xanımı biz tanısaydıq, dəyərincə bu günləri xanımın qəbri gizlin olmazdı. Müsəlmanlara sual vermək lazımdır. Həzrəti Zəhradan qabaq nə qədər adamlar olub dünyaların dəyişiblər, dəqiqliklə qəbirlərinin yerini göstərirsiniz. Bismillahirrahmanirrahim. Laqad kana lakum fi rasulillahi uswatun hasanah. Uswatun hasanatun liman kana yarjullaha wal yawmal akhir wa dhakara Allaha kathira. قالوا هذا ما
الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله العلي العظيم. Bismillahirrahmanirrahim. Ey həya iffət əlifbası, salam olsun sənə. Ey Rəsulullah, Əbi Hasi, salam olsun sənə. Ey Əlinin qəmli zəhrası, salam olsun sənə. Ey verən səbr ilə haqqa imtihan, ya Fatimə, səbri aşkar, qəbri gözlərdən nihan, ya Fatimə, qəbri gözlərdən nihan, ya Fatimə. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti, bərəkəti və məğfirəti olsun ümmətin, millətin üzərinə. Hər birimizi salamlayırıq. Yenə də öz davamiyyəti ilə bugün Hüzn Evi adlı verilişimizlə xidmətinizə gəlmişik, sorağınıza gəlmişik və bu günləri də bir-birindən gözəl bizim qonaqlarımız studiyamızdadır. İnşallah gözəl ruhanimiz, gözəl alimimiz, gözəl mübəlliğ Seyyid Şəhadət ağa bu günləri bizim verilişimizdədir. Salamlayıram inşallah ağa. Xoş gəlmisiniz, səfa getirmisiniz. Və ustad, şair, gözəl yazar və həm də ki, eyni halda gözəl, həm də ruhaniyyəti var ki, Ağsaqqal Seyyid Nurəddin ağa bizim bu günləri studiyamızın qonağıdır. Salamlayırıq, Seyyid, xoş gəlmisiniz, səfa getirmişsiniz inşallah. Və gənc Əhl-i-Beyt məddahi, gözəl zakir, Kərbəlayı Cəlal qardaşım inşallah təşrif gətirib, bizim dəvətimizi qəbul edib, təşəkkür edirik, salamlayırıq inşallah, xoş gəlmisiniz. Və yenə də gözəl bir qonağımız, Əhl-i-Beytin məddahi, zakiri, gözəl Əhl-i-Beytin zikr edəni Kərbəlayı Sadiq qardaşım bugün bizim verilişimizin qonağıdır. Salamlayıram, xoş gəlmisiniz, səfa getirmişsiniz inşallah. İnşallah elə ağadan Allahın izni ilə söhbətimizi Seyyid Şəhadətlə başlamaq istəyirik. Ağa, bir daha xoş gəlmisiniz, səfa getirmişsiniz inşallah. Çox sağ olun, təşəkkür edirəm. Mən də salamlayıram sizi.
bütün qonaqlarımızı Allah razı müvəffəq olsun. eləsin inşallah. Allah köməyiniz olsun. Ağa biz keçən verilişlərdə də, yəni keçən ilki Əyyam Fatimiyyədə Üzün Evi adlı verilişdə də xüsusilə bizim söhbətlərimiz olub verilişdə. Ondan qabaqki ildə. Və bugün də belə bir sual ünvanlamaq istəyirik sizə inşallah. Xanım Zəhranın məqamını tanımaq üçün nələrə diqqət eləmək lazımdır və insan nə etməlidir ki, o məqamı, xanımın məqamını tanıya bilməlidir və ora gedib yetişə bilməlidir inşallah. Bismillahirrahmanirrahim. İlk öncə xanım Zəhra salamullah əleyhanın məqamını tanımaq üçün biz mübarək Qurani Kərimə diqqət eləməliyik. Qurani Kərim barəsində nə danışır və hədislər, əimmiyyətlər, Əhl-i Beyt əleyhimussalam, Peyğəmbər, məsumlar barəsində nə danışırlar və mütəfəkkirlər barəsində, xanım Zəhra barəsində nə danışırlar. Və bir də bir insanın şəxsiyyətini tanımaq üçün onun əsərlərinə diqqət olunur. Məsələn, bir insanın gözəl bir əsəri varsa, o insan özü dünyada olmasa da, yaşamasa da, cismani dünyada olmasa da, onun əsəri onu yaşadır, onu tanıtdırır, o kimdir, nə cür bir insandır. Biz Həzrəti Zəhranın yaşayışına baxmalıyıq. Həzrəti Zəhranın dünyada yaşadığı dövrdə nə cür olub, o cəhətlərə də diqqət eləməliyik. Bir insanın formalaşması üçün də 3 şərt mühümdür. İnsanın nəsəbi və insanı tərbiyə eləyən ailədə valideynlərdir, müəllimləridir və bir insanın da yaşadığı mühit. Bu 3 şey insanı formalaşdırır. Həzrəti Zəhraya biz diqqət eləyəndə Həzrəti Zəhranın əsl nəsəb bəllidir. Ata-baba bəllidir, necə pak insanlardır. Və Həzrəti Zəhranın tərbiyə eləyən Peyğəmbər kimi, xanım Xədicə kimi bir insanlardır. Xanım Zəhranın yaşadığı mühitdə vəhiy evidir, vəhiyin beşiyidir. Biz bunları xanım Zəhranın bu cəhətdən, hansı mühitdə anadan olduğunu görürük, onun şəxsiyyətini bu cəhətdən baxırıq, görürük və digər tanımaq baxımından məqamı nə qədərdir xanımın. Əvvəla ilk öncə bunu qeyd edeyim ki, İmam Sadiq əleyhissalam buyurur ki, qiyamətdə tanıyarsınız onu olduğu kimi. Həzrəti Zəhranın məqamın insanlar orada tanıyarlar hansı məqamdadır. Biz müəyyən qədər sanki dəryanın müqabilində bir zərrə onun barəsində məlumatlayıq, barəsində fəzilətindən danışırıq. Amma xanım Zəhranın həqiqəti orada bəlli olacaq qiyamət günü. Xanım Zəhra barəsində əlimizdə olan bütün dəlillər Qurani Kərimdən baxmalıyıq. Quran barəsində necə danışır? Quranda 135-130 ayə Həzrəti Zəhra barəsində, Həzrəti Zəhraya işarə eləyən, onun şəninə danışan ayələr var. Məsələn, Təthir ayəsidir. Burada biz İnsan surəsində, Həl-Əta surəsi və Kovsər surəsi. Biz bu surələrdə baxırıq xanım Zəhranın barəsində danışır və bəzi surələrdə açıq aydın Allah Müteal onun barəsində danışır. Bəzi yerlərdə işarə iləndir, Məsum əleyhissalam açıqlayıb. Biz Qurana diqqət eləsək görərik ki, Həzrəti Zəhra salamullah əleyhanı Quran vəsf eləyəndə buyurur ki, o Peyğəmbərin özünə Allah onu verməklə Peyğəmbərə bir minnət qoyur. Kovsər surəsində Peyğəmbər biz sənə Kovsəri vermişik, bunun müqabilində dur qurban kəs. Bunun üçün qurban kəsməlisən.
Bunun üçün sən Rəbbivə şükr eləməlisən. Rəbbivin şükrün yerinə yetirməlisən ki, sənə Zəhranı əta eləmişik. Yəni Kövsəri sənə vermişik. Bu Kövsər həmən Həzrət Zəhradır. Hədislər barəsində danışırlar. Həzrət Zəhraya birbaşa şamil olan ayədir ki, üçün müşriklər nə edirdilər? Peyğəmbərə əbtər deyirdilər. Peyğəmbər sonsuzdur, oğlu yoxdur. Çünki ərəblər axı xanıma bir əşya kimi baxırdılar. Onlar qız uşaqlarını diri-diri bastırırdılar. Həzrət Zəhranı verməklə Allah Mütəal Peyğəmbərə bir bu dünyada insanlara qız uşağına necə hörmət qoyarlar, qız uşağı hansı məqamlara yetişər, hansı mənəvi mərhələləri bu insan hərəkət eləyib gedə bilər. Bunların hamısını göstərir. Allah Quranda Həzrət Zəhradan danışmasaydı, onu məsum seçməsəydi, bir çox yerlərdə xanımların müəyyən şeylərdə üzürləri olacaqdı. Müəyyən şeylərdə nədir? Allah xanım Zəhranı göstərdi, yəni nümunə burada nədir? Qadınların içində də xanım Zəhradır, mən seçmişəm xanımlardan. Həzrət Zəhra barəsində bir budur. Bir, biz baxırıq, Həzrəti Peyğəmbərin ailəsini vəsf eləyir. Həzrəti Peyğəmbərin ailəsi Həzrəti Əli xanım Zəhra yeməklərin yetimə, əsirə, miskin, kimsəsizə veriblər. 3 dəfə veriblər yeməklərin və bu verdikləri yeməyə görə Quran buyurur ki, onlar dedilər ki, biz heç bir təşəkkür istəmirik. Biz vermişik, yalnız və yalnız Allahın razılığı üçün bunu eləmişik. Kim var idi onların yanında gəlsin, xəbər versin Peyğəmbərə ki, bunlar bu işi gördülər. Gördülər, bəli. Bu xəbəri verən kimdir? Bu xəbəri Peyğəmbərə çatdıran kimdir? Bunlar 3 dəfə yeməklərindən keçdilər, ac qaldılar, yeməklərini özləri oruclu halda olduqları halda, onlar ehtiyaclı olduqları halda neynədilər? İsar elədilər, verdilər. Bu Həzrəti Cəbraildir. Həzrəti Cəbrail nazil olur Peyğəmbərə, buyurur ki, bunlar bu cür iş görüblər, 3 dəfə yeməklərin veriblər. Quran bu cür vəsf eləyir xanım Zəhranı. Quran onu ümmətin anası kimi vəsf eləyir. Hədislərə də biz diqqət eləyəndə Peyğəmbər Əkrəm ayağına qalxardı. Hər içəri girəndə xanım Zəhra, Peyğəmbər buyururlar ki, ayağına qalxardı və ona tərəf hərəkət eləyərdi. Qamə ləha demir, qamə iləyha deyir. Yəni, qamə ləha bir insan girəcək, sən də ona hörmət əlaməti olaraq yerindən qalxıb oturarsan. Qamə iləyha, yəni durub ona tərəf hərəkət eləyirsən, qarşılayırsan onu. Peyğəmbər bu cür eləyərdi, buyurardı ki, fidaha əbu. Atası ona fəda olsun. Atası onu Peyğəmbər kimi bir şəxsiyyət, o əzəmətdə olan bir insan bu cür danışır və biz baxırıq Həzrəti Zəhra Əhl-i Beytin içində olan Əhl-i Beytin bir fərdidir. Zəhranı ki, oradan çıxartmaq mümkün deyil. Peyğəmbərin qızıdır, ciyərparəsidir. Həzrəti Zəhranı biz bir digər tərəfdən də baxmalıyıq. Ümumiyyətlə Əhl-i Beyti biz digər bir tərəfdən baxmalıyıq. Bütün müsəlman aləmi Quran ayələrinin bu tərəflərinə diqqət eləməlidirlər. Sad surəsində Allah Mütəal bu ailədən danışır. Sad surəsinin 73, 74, 75-ci ayələrində Allahla şeytanın bir söhbəti var. 75-də Allah bu ailədən danışır. Diqqət eləsinlər. Çox mühüm nöqtələrdir orada. Bildiyimiz kimi şeytan 6000 il ibadət eləyib. Hədislər bunu deyir, bütün İslam aləmi deyir. Və bu ibadət elədiyi vaxtda da yaxşı ibadət eləyib. Səhih, yəni ibadət, düz ibadət eləyib. Allah qəbul eləmədi.
Amma Allah Quranda başqa yerlərdə deyib, insu, cinni yaratmışam, insanları, cinləri yalnız və yalnız mənə ibadət üçün. Allah indi bu da ibadət eləyir, 6000 il eləyib və deyir qiyamətə qədər elə ibadət eləyəcəm, sənə bir nəfər mənim kimi ibadət eləyən tapılmaz. Niyə qəbul eləmirsən Allah? Allah qəbul eləmədi. Allah demək istəyir ki, əməlin səhihliyi, düzlüyü yox, mənim yanımda onun qəbulluğu şərtdir. Necə ki, məsumlar hamısı dua eləyib ki, ilahi qəbul elə. İlahi, əməllərimizi qəbul elə. Xanım Zeynəb bütün imtahanlardan çıxır, övladın, qardaşın, hamısını qurban eləyib Kərbəlada gəlir, deyir ki, ilahi, bu qurbanlığı məndən qəbul elə. Daha nə qaldı ki, verməyəsən? Nə qaldı qurban eləməyəsən? Burada deyirsən ki, ilahi, məndən qəbul elə. Bizə başa salırlar ki, qəbulluq şərtdir. Həzrət-i Zəhra salamullah əleyha bu ayədə ümumi əhl-i beytin şənindədir. Ümumiyyətlə, imamət məsələsin, itaət məsələsin Allah ilk dəfə ortaya qoyub, müzakirə eləyib. Bu dünənin 5 əsrin, 10 əsrin söhbəti deyil, bu 7-ci əsrin söhbəti də deyil. Allah xilqətdə Adəmi xəlq eləyəndən sonra əmr elədi mələklərə səcdə eləyin. Bəqərə surəsi 37-də deyir ki, səcdə elədilər mələklər, iblisdən başqa iblis eləmədi. Elədi. Amma bu ayədə gəlib, Sad surəsi 73-də eyni ayə bir başqa fərqlə Allah deyir. Bütün mələklər səcdə elədi, təkidlə, Allah orada təkid götürür. Və səcədul mələikətə deyir, mələikətu əcməun. Hamısı. Yəni biri qalmadı. Yəni deməyəsiniz, bir dənə mələk qalıb o səcdə eləməyib. İndi deyəcəm bu ayə nə üçündür. Bunu deyəndən sonra deyir, sən iblis, hamısı səcdə elədi, eləmədin. Niyə eləmədin? Özünü alilərdən saydın. Sad surəsi 75-də deyir ki, sən alilərdən idin, səcdə eləmədin. Yaxşı, bu alilər kimdir? Kimdir ali? Alidən məqsəd kimdir? Həzrəti Peyğəmbər buyurur ki, mənəm, Əlidir, Fatimədir, Həsəndir, Hüseyndir. Alilər bunlardır. Bunlardan danışır. İmam Sadiq əleyhissalam buyurur, nəhnu əhləl beyt, biz əhli beytik. Bəzi düşüncələr olublar, bəzi alimlər olublar, əhli xilaf olub, onlar gəliblər, deyiblər ki, o bir dəstə mələklərdir alilər. Bizim də cavabımız budur ki, Allah Müteal dedi, bütün mələklər səcdə eləyiblər, hamılıqla eləyiblər. Bir mələk qalmayıb səcdə eləməsin. Allah Müteal bu ailəyə itaəti, Həzrət-i Zəhraya itaəti, Həzrət-i Əliyə itaəti həmən gündən vacib eləyib. Adəmin xilqətindən vacib eləyib. Yəni, bunların itaəti nədir? Vacibdir. Həzrət Əli əleyhissalamın bir məktubu var. Nəhcül Bəlağada 28-ci məktubdur. Həzrət Əli Muaviyyə ilə məktublaşanda ona yazır, sən kimsən, mən kiməm. Muaviyyəyə deyir, orada deyir ki, bəşərin içində ən xeyirli qadını olan Xanım Zəhra salamullah əleyha xeyrun nisa bizdəndir. Həzrət-i Zəhra ilə əleyhissalam gəlir. Deyir ki, Zəhra bizdəndir. Sizdən filan kəsdir, sizdən filan kəsdir, sayır Həzrət əleyhissalam gəlir, deyir, bizdən də olanlar Peyğəmbərdir, Zəhradır, mənim atam filan kəsdir, babam filan kəsdir. Həzrət-i Zəhra ilə Əli ibn Əbi Talib özünü tanıtdırır. Neyniyir? Öz şənin sayır Həzrəti Əli. Öz dəyərlərin sayır burada. Və Həzrət Əli əleyhissalam buyurur ki, Zəhra Peyğəmbərdən sonra mənim ən gözəl
ümid yerim idi. Mən ona baxanda rahatlanırdım. Ona baxanda qəm qüssəm aradan gedirdi. Mənim qəm qüssəmi üzümdən silib aparırdı. Baxın, həmən Həl-Əta surəsində ayədə ki, Allah danışır, bu ailəni vəsf eləyir, onlar yeməklərin verdilər, ehsan elədilər. Əhl-i sünnə alimlərindən Seyyid Alusi var, Seyyid Muhammed Rıza var. Seyyid Alusi çox təəssübkeş alim olub. Çox təəssübkeş olub. Seyyid Alusi bu surəyə çatanda bir söz deyir. Elə gözəl bir söz işlədib burada. Deyir, Allah cənnət nemətlərindən danışanda Hurul Eyndən mütləq danışıb. Yeganə surədir, burada danışmayıb. Soruşurlar, niyə danışmayıb? Deyir, li-hurməti bəzəətir rəsul Fatimətə Bətul. Həzrəti Zəhranın hörmətinə. Peyğəmbərin ciyərparəsi pak həmən xanımın hörmətinədir. Allah burada Zəhradan danışır deyənə Huruleyndən danışmır. Zəhradır, Huriye-i İnsiyyə, insanların içində olan, amma cismən insanların içindədir, mənəvi aləmlərdə nədir? Bir huriyədir. Həzrəti Zəhra barəsində biz diqqət eləsək, nə qədər kitablar, nə qədər hədislər barəsində danışırlar, ümumiyyətlə onun əzəmətin dərk eləmək çox çətindir. Allah sizdən razı olsun, gözəl nöqtələrə toxundunuz. Bir dənə də balaca qısa bir sual deməyək, yəni o sizin danışdıqlarınız, o təbirdən mən belə qənaətə gəldim ki, xanım Zəhra salamullah əleyhanın qəbrinin nihan olması, gizlin olması da elə xanımı tanınmaqlığa, yəni sərhəd qoyur. Çünki xanımı biz tanısaydıq, dəyərincə, bu günləri xanımın qəbri gizlin olmazdı. Biz də gedərdik, ziyarətlər eləyərdik, biz də gedərdik xanımın qəbrinin ziyarətinə. Və bu günləri, ağa, o qəbrin gizlinliyinin mənası nədir? Ümumiyyətlə, hacı, məsələ bəli, bu tarixin qara üzüdür, qara səhifələridir. Yəni, Həzrəti Zəhra salamullah əleyhanın öz vəsiyyətidir, gecə ilə məni dəfn elə, gecə mənə qusul ver. Həzrəti Zəhra bildiyimiz kimi bütün İslam aləmi deyir, Peyğəmbərdən sonra çox yaşamadı. Ən çox, ən zəif tarix, ən zəifi 6 ay deyib. Ən zəifi. 75 gün, 45 gün, 95 gün Həzrəti Zəhra barəsində deyiblər. Həzrəti Zəhra salamullah əleyhanın ümmət qədrini bilmədi. Ümmət bilmədi, o ümmətin anasıdır. Ümmət bilmədi. Bugün də ümmət başa düşmür. Bugün də Peyğəmbərin qızını adi sıravi bir qeyri-məsumdan ayrı eləyə bilmirlər. Niyə eləyə bilmir? Məsələn, sual verir, Həzrəti Zəhra niyə qapıya çıxdı? Həzrəti Zəhra qapıya niyə çıxdı? Bu qapı döyüldü, kişi qapıya çıxmalıdır, xanım qapıya niyə çıxdı? Mən sual verirəm, Peyğəmbər-i Əkrəm minbərdən Həzrəti Xədicə barəsində danışıb, danışmayıb? Danışıb. Həzrəti Zəhra barəsində danışıb, danışmayıb? Danışıb. Kişi minbərdə gəlib öz xanımı haqqında kişilərin içində danışar. Niyə danışıb Peyğəmbər? İslamın məsələsi. Çünki məsələ xanım Zəhra adi bir xanım deyil. Əhsən. Xanım Zəhra Allahın seçilmiş bəndəsidir. Xanım Zəhra Məryəm kimi bir xanımdır. Necə ki, xanım Məryəmdən Allah Quranda danışır, Allah Quranda Fironun həyat yoldaşından danışır, Allah xanımdan danışır peyğəmbərlərinə, peyğəmbərləri insanlara danışırlar bunu. Niyə?
Bu insan bu ümmətin anasıdır. Həzrət Zəhra barəsində Peyğəmbər o qədər hədis demişdi. İnsanların zehnində belə formalaşmışdı. Kimsə gözünün üstündə qaşım var desə, göydən yerə daş yağar. Həmən müqəddəsliyi silmək üçün nə etdilər? O hörmətsizlikləri elədilər. Tarix bunu, bu ləkəli tarixdir. Məsələn, Peyğəmbərin qızı incili idi, filan idi. Niyə inciyib? Məsələ odur da. Niyə inciyir Peyğəmbərin qızı? Nə üçün incisin Peyğəmbərin qızı? Peyğəmbərin qızı şəriət bilmirdimi? Elə belə xanım deyildi də, yəni boş-boşdan incisin. Yəni Peyğəmbərin qızı şəriət bilirdisə, gəlir elə bir yerlər var, çox təəssüf edici haldır. Məsələn, deyirlər ki, Peyğəmbərin qızı burada iddia elədi, filan şey Peyğəmbər mənə, fədəyi məsələn mənə verib, filan şey mənə verib, filan və ona dedilər ki, yox, Peyğəmbərlər miras qoymurlar. Yəni Peyğəmbərin qızına bir başqa adamlar şəriət öyrədirdilərmi? Quran-ı Kərim deməyib Peyğəmbərə, Peyğəmbər ailəndən başda. Və ənzir əşirətək. Birinci Peyğəmbər ailəvi cəhənnəm odundan qorxud. Ailəvi çəkindir. Bunu deyib deməyib. Bəli. Peyğəmbərin qızı Həzrət Zəhra salamullahi aleyha qadınlara dərs deyirdi, insanlara başa salırdı şəriət hökmlərin, insanlar ondan şərii məsələlər və eyni zamanda mənəvi məsələlərində Həzrət Zəhranın yanına gedirdilər xanımlar. Məsələlərin ondan öyrənirdilər. Bir dənə şərii məsələni Peyğəmbərin qızı bilmirdi, Peyğəmbərlər irs qoyur ya qoymur. Hələ işim yox Quranda, başqa yerlərdə Allah irsdən danışır, nəcür olur və sağlıqda verilən də nədir? Hədiyyədir. Bu da bəllidir. Baxın, tarix bunun şahidi olub. Həzrət Zəhranın tanımayıblar, Həzrət Zəhranın haqqını əda eləməyiblər, haqqın yerinə yetirməyiblər və Həzrət Zəhrada buna görə bu tarixdə qalsın, hamı bilsin ki, Peyğəmbərin yeganə bir qızı əmanət qoyduğu Əhl-i Beytin içində bir qızı var idi və Peyğəmbər o qızı necə nəvaziş eləyirdi. Peyğəmbər deyirdi ki, bəza'tu minni, qəlbi, fuadi, bu cümlələri, bu təbirləri xanım Zəhra üçün deyir. İndi Peyğəmbərdən sonra onun haqqı tanınmadı və Həzrət Zəhra da bu cür vəsiyyət elədi. Vəsiyyət elədi ki, məni gecə ilə dəfn eləyin, gecə ilə quslumu verin ki, və bu gün də müsəlmanlara sual vermək lazımdır. Həzrət Zəhradan qabaq nə qədər adamlar olub dünyaların dəyişiblər, dəqiqliklə qəbirlərinin yerini göstərirsiniz. Hətta Adəm Peyğəmbərin belə qəbri, Bilal Həbəşinin qəbri. Allah sizdən razı olsun. Çox gözəl nöqtələrə toxundunuz ağa. Həqiqətən də Allah sizi kimi ruhanilərimizi, xalqımıza, millətimizə çox görməsin. Əziz izləyicilərimiz, Hüzn evinin izləyiciləri, yenə də bu gözəl söhbətdən sonra İnşallah yenə də söhbətimiz davam eləyəcək ağa ilə, Allahın izni ilə. Və verilişimizin bu anında mən inşallah sözü istəyirəm təqdim eləyim. Gözəl ustad, şairimiz Azərbaycan və Azərbaycanın hətta hüdudlarından kənarda belə dünyanın dörd bir tərəfində tanınmış bizim gözəl Əhl-i Beyt yazarı, ustad, şair Seyyid Nurəddin ağa. Bir daha salamlayıram ağa sizi inşallah. Xoş gəlmisiniz. Sözü təqdim eləyirəm sizə inşallah. Söz sizündür. Buyurun. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun Həzrət Zəhra sevənlərin hamısına. Amin inşallah. Və Allah sizlərə də müvəffəq eləsin və sizlərə də təşəkkür ki, bu gözəl cəlsəyə dəvət elədiyinizə görə inşallah. Və ətrafında əzizlərimiz, dəyərli ruhanimiz bəhrəmənd olduq söhbətindən. İnşallah biz də xanım Zəhradan bir neçə kəlmə şeylə inşallah ki, ərz eləyər yerə.
İnşallah değerini de kıymetini de Hazreti Zehra'dan istiyor Allah'ın kimin. Verdiği yaradan kun ile ferman sana hatir. Verdiği yaradan kun ile ferman sana hatir. Halk etti bu alemleri Rahman sana hatir. İsminle şeref taptı bütün alemi dünya. Gelmezdi gelip aleme insan sana hatir. Deryada balıqlar da səni zikr eləyirlər. Av həstəmələr düzdəki ceyran sənə xatir. Bülbüllər ötər bağı gülüstan-ı səfadə, var qəsdi ki açsın gül xəndan sənə xatir. Torpaq o səbəbdəndir zimistanı görür ki, hər səbzə gələ fəsli bahar can sənə xatir. Torpaqda ola güc, vəli gülzara dönənməz. Hər bağı çəmən görməsə baran sənə xatir. Səhv etmərəm hər gah desəm ərş-i səmadan, nazil olunubdur yerə Qur'an sənə xatir. Əshabın içindən neçə mümin ucalandı. Əshabın içindən neçə mümin ucalandı, çatdı şərəfə bu zər-ü səlman sənə xatir. Azdırdı yolundan o zaman Adəmi şeytan, əffetti sonunda onu Yəzdan sənə xatir. Nuhun gəmisi ismin ilə tapdı nicatı, gəldi ona səs ərş-i səmadan sənə xatir. Hazır bu beyt elə mənim özümə də çox təsir eləyib. Bir İbrahimi oddan özü hifz elədi Allah. Məsələni bilirik də. İbrahimi oddan özü hifz elədi Allah, gülzara dönüb ateş-i niran sənə xatir. Musa'da nə cürət belə dəryanı əsası. Musa'da nə cürət belə dəryanı əsası, əmr olsa bölünməz neçə ümman sənə xatir. Gördüm səni hər ləhzədə bir leyli misali. Məzdunə məkan oldu biyaban sənə xatir. Bir vaxtı Hüseyin Kərbi bəladan güzər etdi, əhd eylədi öz canını qurban sənə xatir. Bir keçib övladidən, əshabidən o şah. Can verdi özü teşnə, ləbətşan sənə xatir. Bərpa eləyə haqqı bəlkə o səbəbdən, qeybətdə qalıb sahibi dövran sənə xatir. Xas şiələrindən ötər əlbəttə gəlibdir, bir müjdə kimi Rovzi-i Rizvan sənə xatir. Ədli ilə qiyamət qurula, vay bizə Zəhra. Rəhman ilə xoşdur ola mizan sənə xatir. Çox səhvi xəta eylədi axırda bu seyyid, eşqində dönüb oldu Qəzəlxan sənə xatir. Eşqində dönüb oldu Qəzəlxan sənə xatir. Allah razı olsun ağa. Cümləmizdən Gözəl qəzələ görə, şeirə görə Allah xanım Zəhradan bizləri ayrı salmasın. Amin inşallah. Əziz izləyicilərimiz, inşallah bu anda mən sözü təqdim eləmək istəyirəm gözəl Əhl-i Beytin Radudi və Zakiri, Məddahi, Kərbəlayı, Sadiq Cəfəri qardaşıma inşallah. Onlar da öz inşallah gözəl səsləri ilə və avazları ilə xanım Zəhra salamullah əleyhanı məth eləyəcəklər. Buyur inşallah Kərbəlayı söz üstündür. Təşəkkür edirəm Hacı. Allah sizdən razı olsun. Bizdən əvvəl dəyərli ruhanimiz, əziz seyidimiz gözəl bərəkətli nəfəslərindən istifadə elədik və əziz dəyərli Seyid ağa, Seyid Nurəddin ağa, onun gözəl şeirlərindən istifadə edirik məclislərdə. Allah müvəffəq eləsin. Bizim də xidmətimiz inşallah qəbul olsun.
Bu dünyada yoktur vefa, dur gedey. Görür halin elan Xuda, dur gedey. Xəter vardı bu kulçede ay ana. Gələr bir de o bir həya, dur gedey. Ay anam, yol üstünde eyleşme gömsu seni, dur geden. Ay anam, elimden yapış ben aparam seni, dur geden. Ay anam, gelende veli sen getirdin beni, dur geden. Ağlam, vefalı yanam, cananam, cananam. Ağlam, hayalı yanam, cananam, cananam. Ağlam, 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 vefalı yanam, cananam, cananam. Ağlam, hayalı yanam, cananam, cananam. Ağlam, biraz kaldın oy menzile, dur gedey. O kuş vara kalsın hele, dur gedey. Nedenlere çekti senin başı var. Bu dünyaya nifrinle, dur gedey. Ay anam, gözünlerde kan ile dolmuş yolu görmüşsen. Ay anam, başın değdi bana şiddetle ölsün Hasan. Ay anam, ölünce yüreğde ben ile kalar bu muhen. Ay anam, ağlam, vefalı yanam, cananam, cananam. Ağlam, hayalı yanam, cananam, cananam. Ağlam, ağlam, vefalı yanam, cananam, cananam. Ağlam, hayalı yanam, cananam, cananam. Ağlama, elimden yapış evde bohem gidey ağlıyor. Ağlama, başın yaresi Zeynep ile gidey bağlıyor. Ağlama, ağlama. Allah razı olsun Kərbəlayı. Təşəkkür edirik. Çox Allah sağ var olun. eləsin, Allah xanım Zəhranla məşhur eləsin. Teşekkür inşallah. ederim. Çok sağ ol. Minnettarım. Əziz izləyicilərimiz, yenə də verilişimiz öz axarı ilə inşallah ki davam eləyir. Və yenə də üzümü çevirirəm ağaya tərəf, gözəl ruhanımıza, alimimizə tərəf. Ağa, belə bir sualımız var inşallah ki, Xanım Fatimə Zəhra salamullah əleyhanın xilqət yolu digər insanlardan fərqlənir. Xilqət yolu yəni yaradılış yolu digər insanlardan fərqlənir. Belə ki, xanımın sülbü üçün Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə xüsusi behişt meyvələri təqdim olunur.
ki ilahi tərəfdən təqdim olunur. Zəhmət olmasa inşallah bizə həm bu hadisənin qısa tarixçəsini danışardınız və bu hadisədən Allah hansı mesajları ötürdüyünü, bizə hansı mesajları verdiyini izah eləyərdiniz inşallah. Təşəkkür edirəm Hacı hər birinizə. Hacı Seyid Nurəddin ağaya, Hacı Sadiq qardaşıma feyziyab elədilər bizi. Sağ olun Seyid, var olun. Həzrəti Zəhra salamullahi aleyhanın barəsində biz diqqət eləyəndə tarixə, onun dünyaya gəlişi, Həzrəti Zəhranın dünyaya gəlişi tamamilə fərqlidir. Həzrəti Zəhra salamullahi aleyha dünyaya hələ gəlməmiş, onun xəbərin gətirən mələklər var. Həzrəti Cəbrail, Həzrəti Mikail, Həzrəti İsrafil, bu mələklər Allahın ən üstün mələklərindəndirlər, müqərrəb mələklər deyərlər. Bu mələklər yer üzünə nazil olurlar Həzrəti Peyğəmbərə. Həzrəti Cəbrail vəhiy gətirən mələkdir. Həzrəti İsrafil yer üzünə Quran-ı Kərim buyurur, qiyamət günü gələcək. Ayədə buyurur ki, o gələcək, sura üfürəcək və qiyamət başlayacaq. Qiyamət xəbərin gətirən bir mələkdir. Bu mələk Həzrəti Zəhra dünyaya gələndə bir dəfə gəlib. Bir də qiyamətdə gələcək. Bu mələk gəlirdi, nə baş verirdi? Qiyamət baş verirdi, xeyr. Qiyamət xanımı dünyaya gəlirdi. Onun xəbərini gətirir, onun müjdəsini gətirir. Allahu Ekber. Həzrəti Cəbrail nazil olur, bu mələklər gəlirlər. Bu mələklər Quranın ayələrini gətirməmişdilər. Bunlar Quran nazil olmurdu, bu mələklər nazil olmuşdu. Danışan 11 Quranın, natiq Quran, danışan Quranın anası nazil olurdu. Həzrəti Zəhra gəlirdi. Həzrəti Zəhranın gəliş xəbərini bu mələklər belə gətirirlər Peyğəmbərə və tarixdə Həzrəti Peyğəmbər bir vəhiy nazil olanda bildiyimiz kimi Peyğəmbər hələ az yaşlarından babası onu gizlədirdi mağarada, öldürməsinlər. Peyğəmbəri gizlədirdilər çünki axtarırdılar Peyğəmbəri. Həzrəti Peyğəmbəri bu cür qoruyurdular. Həzrəti Peyğəmbərə vəhiy nazil olanda Allah Mütəal Peyğəmbəri vəhiyə hazırlayır. Peyğəmbər mağarada oturur, ibadət eləyir, zikir, ibadət, dua, Allahla münacatdır. Günlərlə orada dayanır, çillə saxlayır Həzrəti Peyğəmbər, vəhiy nazil olur. İkinci çilləsində Peyğəmbər o əzəmətdə olan bir varlıq saxlayır, dayanır. Həmən müddət bitəndən sonra Allah Mütəal ona əmr eləyir, indi get. Və gəlir, Peyğəmbərin bildiyimiz kimi müstəhəb əməlləri var idi. Müstəhəblər, bizə müstəhəb olan məsələlər Peyğəmbərlər üçün bir çoxları vacibdir o əməllər. Məsələn, gecə namazı onun üçün vacibdir. Həzrəti Peyğəmbərin də müstəhəb əməlləri var idi. Həzrəti Peyğəmbər bildiyimiz kimi yeməyi də heç vaxtı tək yeməzdi. Bir nəfərlə yeyərdi. Qapı döyüldü, Həzrəti Peyğəmbər açdı, gördü Allahın mələkləri gəliblər və çox vaxt müxtəlif o səhabələrin formasında gəlirdilər, Peyğəmbərlə görüşürdülər. Həzrəti Peyğəmbər gördü ki, əllərində meyvələrdir gətiriblər, müxtəlif meyvələr onun içində indi tarixdə var da xurma var idi, alma var idi. Peyğəmbərə təqdim olunur, ey Allahın Rəsulu, bununla qidalanacaqsan, başqasına haramdır bu. Bunu yalnız və yalnız sən yeməlisən. Həzrəti Peyğəmbər onu yeyir,
həmən meyvələrdən qidalanır və öz müstəhəb əməllərinə başlamaq istəyəndə Həzrəti Cəbrail buyurur ki, xeyr, Allah icazə vermir bunlara. Allah Həzrəti Zəhranın vücudu yer üzünə gəlsin deyənə səni ona məmur eləyib, ona hazırlayıb. Bu əməlləri saxla. Həzrəti Zəhra salamullah əleyhanın nütfəsi həmən o cənnətdən gələn meyvələrləndir. Bütün insanların bildiyimiz kimi nütfələr formalaşır yediyimiz qidalardan. Ona görə hədislər bizə buyururlar ki, İslam marifi bizə bunu həmişə deyir ki, qidalarınızda diqqətli olun. Uşağın gözəl olmağını istəyirsən, hansı meyvələrdən daha çox ki, elm də bugün sübut eləyir bunu. Zehninin iti olmağını istəyirsən, nələrdən istifadə elə. Onun pak bir insan olmağını istəyirsənsə, halala riayət elə. Haram qoyma, boğazından keçsin. Bunlar hamısı insanın formalaşmağına, gələcək övlada təsirin qoyur. Bunu elmdə sübut eləyir və bunlar hamısı hardandır? Torpaqdandır, yeridəndir. Yeganə məxluqdur xanım Zəhra salamullah əleyha xilqətdə. Allah mütəal onun nütfəsin yeridən yox, ərşdən göndərir. Yəni, Oradan göndərir. Pak bir. Bəli, pak bir xanım və insanların hamısının nütfələri o gəlir, yeridən gəlir, torpaqdan təşkil tapıb əmələ gəlir. Amma xanım Zəhrada nədir? Cənnətdəndir, pak nemətlərdəndir. Bəzi məsələlər var. Məsələn, Meyrac məsələsin. Meyracda Allah o almanı göstərdi, Peyğəmbərə böldü, içindən bir nur çıxdı. Həzrəti Zəhranın nuruna işarə olunur. Məsələ bircə bu deyil. Bəziləri gəlib bunu deyiblər ki, Peyğəmbər Beysətin 12-ci ilində və yaxud 7-ci ilində bəzi ən çox da nəzəriyyələr əvvəlində qeyd eləyirlər. Həzrəti Zəhranın dünyaya gəlişindən 2 il qabaq, Beysətin 5-ci ildə Həzrəti Zəhra dünyaya gəlib. İndi Meyracla götürənlər deyirlər, tarixlə düz gəlmir də. Əgər ordandırsa, bu Peyğəmbər Həzrəti Zəhradan sonra, dünyaya gəlişindən sonra Meyrac eləmişdi. Əsas məsələ bu deyil. Əsas məsələ orada Peyğəmbərə gətirilən Allah tərəfindən həmən o meyvələrdir. Onları yeyir və Həzrəti Zəhranın pak mütəhhər vücudunun formalaşması üçün Peyğəmbərin sülbündə qərar tapır. Həzrəti Zəhra salamullah əleyha ordandır və onun əzəmətidir ki, Allahın mələkləri Allah bu cür bir şərait qurur onun dünyaya gəlişi üçün. Və ya əziz Seyyidimiz bir beyt deyəndə Həzrəti Adəmin tövbəsinə işarə elədi orada. Onu əhl-i sünnə qardaşlarımızdan Alusi və bir neçə dənə alimləri bu ayənin təfsirində, bu həmən ayə budur. Və tələqqa Adəmə bi kəlimatin və tabə əleyh. Biz Adəmə kəlmələr göndərdik və o kəlmələrin vasitəsi ilə onu bağışladıq. İbn Abbas Peyğəmbər Əkrəmdən soruşur. Soruşur, bu nə kəlmələr idi ya Rasulallah? Həzrəti Peyğəmbər buyurur ki, bu mənim adım, Əli, Fatimə, Həsən, Hüseynin adları idi, 5 kimsənin adı idi. Allah göstərdi, Cəbrail göstərdi, Həzrəti Adəmə dedi, Allahı bu adlara and ver. Deyir, mən bunun vasitəsi ilə neynədim? Bağışladım. Allah o tərki ovla məsələsidir. Orada yəni belə xətadan söhbət getmir. Deyəndən sonra Adəmə belə bir söz deyir. Haçan nəyəsə ehtiyacın olsa bu adlarla gəl mənim qapıma. Bu adlarla təvəssül elə, bu adlarla mənim qapıma gəl. Həzrəti Zəhranın şəninin nə qədər yüksək olmağından, onun əzəmətinin nə qədər yüksək olmağından xəbər verir Qurani Kərim. Qurani Kərim ondan danışır ki, bu xanım çox əzəmətli bir xanımdır. Xilqətin Allah yer üzündə
xəlq eləməmiş, nurların xəlq eləyir. İbn Abbas soruşur Peyğəmbərdən, necə yaratdı Allah? Allah birinci mənim nurumu yaratdı. Əhl-i beytimin nurunu yaratdı. Mənim nurumdan, Həzrəti Əlinin nurundan başlayır bir-bir Həzrəti Peyğəmbər danışmağa. Allah neynədir? Allah deyir ki, Zəhranın nurundan yerdəkiləri xəlq elədi. İmam Hüseynin nurundan deyir, cənnəti xəlq elədi. İmam Həsənin nurundan aynən günəşi xəlq elədi. Bu cür danışır. Həzrəti Əlinin nurundan deyir, mələkləri, mənim nurumdan əflakı. Allah-u Teala onların nurun birinci xəlq eləyir və onların nurlarının vasitəsi ilə Allah yaradır. Təthir ayəsində bir dənə də nöqtə var. Ona xüsusi diqqət olunmalıdır. Məsələn, ərəb dilində Əhzab surəsi 33-cü surə 33-cü ayədir. Mən deyə bilərəm ki, Allah istədi sizi Əhl-i Beyti bütün çirkinliklərdən paklasın. Bunu demək üçün ərəbcə belədir. Yuridullaha liyudhibə ankumur rizsə əhləl beyt. Allah sizi Əhl-i Beyti bütün çirkinliklərdən neynəmək istəyir? Paklamaq istəyir. Yuridullaha liyudhibə ankumur rizsə əhləl beyt. Bunu deyə bilər də Allah bu cür. Bəli. Allah elə demir. Deyir, innəmə yuridullaha liyudhibə ankumur rizsə əhləl beyt. O innəmə nədir o ayənin əvvəlində? Nə üçündür o? Yəni, deyə bilirsə bunu belə niyə deyib? Yox, elə belə deyib də, elə belə deyib nədir? Elə belə şey olmur. Allah fəsaətin, bəlağətin ən üstünü danışır. Ondan yuxarı fəsaət, bəlağət sahibi yoxdur ki. Quran ayələri, kəlmələr dəqiqliyi ilə nədir? Bir kəlmə belə oyan-buyan yersiz nəsə ola bilməz. Xaliqdə bu nədir? Bu təsəvvür oluna bilməz. Bu təsəvvür olunsa nöqsandır. Bu təsəvvür oluna bilməz. Ərəb dilinin qrammatikasında innəmə həsriyyədir. Yəni, neyniyir? Mötərizəyə alır, hasara alır, yalnız və yalnız siz Əhl-i Beyti. İnnəmə yuridullaha liyudhibə ankumur rizsə əhləl beyt. Yalnız və yalnız siz Əhl-i Beyti paklamaq istəyir. Allahu Ekber. Elədir. Əhl-i Beyt əleyhimussalamdan qabaq gələn Allahın övliyaları, Allahın peyğəmbərləri olub. Pak olublar onlarda. Bəli. Onların paklıqları bu nurlardandır. Bəli. Buradandır, buradan bölünür. Məsələn, Quranda digər bir ayə aydın olsun deyənə şübhə salmaq istəyən adamlar olur. Nə danışırlar? Bunlar dünyaya gəlməmişdi. Bunlar filan dövrdə hicrətin 7-ci ilində dünyaya gəldilər. Həzrəti Adəm haçan olub, Həzrəti Musa, İsa. Mən Qurandan bir ayə deyirəm. Bütün ümmətlərdən o ümmətlər üçün şahid götürərik, ey Peyğəmbər, səni bütün ümmətlərə şahid götürərik. Şahid harda olur? Şahid orada iştirak eləyən. Həzrəti Peyğəmbər İsa'nın vaxtında olmayıbsa, İsa öz ümməti üçün şahid gəlir. Bəli. Həzrəti Nuh öz ümməti üçün şahid gəlir. Bütün İslam aləmi bu hədisi qeyd edirlər ki, Peyğəmbəri Həzrəti Nuh üçün şahid götürəcəklər. Həzrəti Nuhu görməyib, onun dövrün görməyib Həzrəti Peyğəmbər orada necə şahid gələ bilər? Şahid yəni müşahidə eləyən. Peyğəmbər və bu nurlar bütün peyğəmbərləri müşahidə eləyirdilər. Bəli. Bunların fərqliliyi buradadır. Bunların məsumluğu, bunların paklığı Allah Müteal buyurur ki, yalnız və yalnız sizi paklamaq istəyirəm. Ona görə peyğəmbərin həyat yoldaşı da yaxınlaşmaq istəyəndə həmən o Kisa hədisi peyğəmbər əbasının altına yığır. Həzrəti Cəbrail soruşur Allahdan,
Deyir, o əbanın altında kimlərdir? Soruşur. Allah Müteal buyurur ki, onlar Fatimə, onun atası və əbiha və bə'liha və bəniyha, onun atasıdır, onun yoldaşıdır, onun övladlarıdır. Allah ərəb dilinin ədəbiyyat qaydalarına görə də bura müraciət eləyəndə nə olmalı idi? Kişidən başlamalı idi. Burada bir xanım var, qalanı hamısı kişidir. Amma burada Zəhradan başlayır. Deyir, Fatimədir, atasıdır, yoldaşıdır, övladlarıdır. Niyə Fatiməni ortada qoyur, ətrafında sayır? Ummu əbihadır, mənəvi aləmdə Allah buyurur, mən qərar verirəm kim kimin oğludur. Demir Mübahilə ayəsində İmam Həsənlə İmam Hüseyin Peyğəmbərin oğlanları. Peyğəmbər oğlanlarını gətir, onlara dedinən oğlanlarınızı gətirin. Xanımlarını gətir, onlara denən xanımlarınızı gətirin. İmam Həsən, İmam Hüseyni Allah Quranda deyir, Peyğəmbərin oğlu. Səhabələr onlara Yəbnə Rəsulullah deyirdilər. Peyğəmbər oğlu deyirdilər. İbn Rəsulullah deyirdilər. Bu cür deyirdilər. Allah Müteal deyir ki, Zəhra ərəb dilində hər şeyin kökünə deyərlər. Hər şeyin kökünə, mayasına deyərlər. Yəni maya, kök. Həzrəti Zəhranı saxlayır, ətrafında sayır. Xanım da gəlmək istəyir, əbanın altına girmək istəyir. Peyğəmbər buyurur ki, sən xeyirli qadınlardansan, amma buraya girə bilməzsən. Məsələ nədir? Azı burada biz diqqət eləyəndə görürük ki, Allah Müteal burada xüsusi qeyd eləyir. Əhl-i Beyt əleyhimussalamı, başqalarına icazə vermir bura daxil olmağı və Həzrət-i Zəhradan başlayır. Həzrət-i Zəhranı orada xüsusi qeyd eləyir Allah Müteal. Ümmətin anasıdır. Ummu əbiha Həzrət-i Cəbrail nazil olanda Peyğəmbər çağırdı ilə sən atavın anasısan. Peyğəmbər-i Əkrəm bayaq qeyd elədi ki, o birinci sualda Həzrəti Peyğəmbər nə edirdi? Xanım Zəhra qapıdan girəndə qalxırdı, ona tərəf hərəkət eləyirdi. Xanımlar deyirdilər, ya Rəsulallah, bu bala-ata münasibəti deyil. Bu bir kişinin öz övladına olan münasibəti deyil. Bu fərqli münasibətdir. Həzrəti Peyğəmbər göstərir ki, mənəviyyat aləmində Allah deyib, bu öz atasının anasıdır. Ananın ayağına qalxarlar. Ümmətin anasıdır. Allahu Ekber. Onun ayağına qalxmalıdır Həzrəti Peyğəmbər. Bəzən insanlar yalnız və yalnız o insanların dünyaya gəlişi mərhələsi ilə sayırlar. Bəzən, məsələn, Peyğəmbərlər birinci gəlibsə, demək, imamlar sonra gəliblərsə, mümkün deyil. Yox, burada məqamdan söhbət gedir. İmamət məqamı, İbrahimi imtihan elədik, Allahın nəbisidir, Allahın Peyğəmbəridir. Sonra buyurur ki, ona imamət məqamını da verdik. Məqam olaraq üstündür Həzrəti Zəhra salamullah aleyha. Allah sizdən razı olsun. Allah var eləsin. Çox sağ olun bu gözəl söhbətə görə, bu gözəl açıqlamaya görə həqiqətən də Allah sizi yerin göyün bəlasından hifz eləsin. Əziz izləyicilərimiz, bu gözəl söhbətdən sonra inşallah mən yenə də sözü gözəl ustad, şair, Qəzəlxan, Əhl-i Beytin yazarı Seyyid Nurəddin ağaya təqdim edirəm inşallah. Ağa buyurun, söz yenə sizdədir inşallah. Teşekkür arz edirəm. Allah sizləri var eləsin inşallah. Allah eydimizdən də razı olsun. Gözəl nöqtələri toxundu. Ümumiyyətlə Həzrət Zəhra barəsində danışıb qutarmaq olmaz. Və o sözlər ki, həqiqətdə də onun barəsində deyilməlidir. Mən elə gəlir ki, elə deyilməyib. İnşallah ki, qəbri aşikar olar ağamızın, Mövlamızın zuhurundan sonra. İnşallah ki, bəlkə də onda Amin.
Amin. O xanımın həqiqətən dəyərini bildirən sözlər inşallah ki deyilər. Sadəcə biz indi bir qədər öz təfəkkürümüzün, təxəyyürümüzün bəhrəsini burada istəmişik ki çatdıraq inşallah. Ən əzəl xaliqi əzəm də deyib ya Zəhra. Ən əzəl xaliqi əzəm də deyib ya Zəhra. Hər nə var xilqəti aləmdə deyib ya Zəhra. Nə ki xilqət, bütün aləm də deyib ya Zəhra. İlk bəşər Həvvə və Adəm də deyib ya Zəhra. İsə və Musə və Məryəm də deyib ya Zəhra. Xətmi Peyğəmbər Əkrəm də deyib ya Zəhra. Ol əli ki, o da hər dəmdə deyib ya Zəhra. Həmsəfa, Mərvə və Zəmzəm də deyib ya Zəhra. Sən də qəlbində onu bəstə denən ya Zəhra. Ucadan şövq ilə gəl, səslə denən ya Zəhra. Ya Zəhra, əhsən. Özü Qur'an da tilavətdə deyib ya Zəhra. Zikr edib adını ayətdə deyib ya Zəhra. Həm təbabət, həm nəbadət də deyib ya Zəhra. Nə imamət, bütün ümmət də deyib ya Zəhra. Ədəb-ü, iffət-ü, ismət də deyib ya Zəhra. Əql-i idrak-ı kəmalət də deyib ya Zəhra. Gecələr aydakı tələt də deyib ya Zəhra. Gündəki nurlu hərarət də deyib ya Zəhra. Şə'ninə baxdı, şərafət də deyib ya Zəhra. Sən də qəlbində onu bəslə denən ya Zəhra. Ucadan şövq ilə gəl səslə denən ya Zəhra. Həm nübüvvət, həm imamət də deyib ya Zəhra. Əhli irfan, məqamət də deyib ya Zəhra. Rüknü, ehkam, ibadət də deyib ya Zəhra. Səcdə-bi, zikr, itaət də deyib ya Zəhra. Eşq-i səvda-vı, məhəbbət də deyib ya Zəhra. Haqq, insaf, ədalət də deyib ya Zəhra. Nitq-i baliğ, fəsahət də deyib ya Zəhra. Ən nəhayətdə kəramət də deyib ya Zəhra. Sən də qəlbində onu bəstə denən ya Zəhra. Ucadan şövq ilə gəl səslə denən ya Zəhra. Bunları ki saydıq hamısını acı. Sən demə bunlar bir yana imiş. Biri var eşqidə məstanə deyib ya Zəhra. Biri var eşqidə məstanə deyib ya Zəhra. Nuş edib qəm dolu peymana deyib ya Zəhra. Biri var eşqidə məstanə deyib ya Zəhra. Nuş edib qəm dolu peymana deyib ya Zəhra. Həm olub qəlb evi viranə deyib ya Zəhra. Yanıb ateşlərə pərvanə deyib ya Zəhra. Ki düşüb çöllərə divanə deyib ya Zəhra. Üst tutub səmt-i biyabanə deyib ya Zəhra. Can verib şövq ilə cananə deyib ya Zəhra. Can verib şövq ilə cananə deyib ya Zəhra. Tuş edib sinəni peykanə deyib ya Zəhra. Batsa da cismi bütün qanə deyib ya Zəhra. Çünki o hamid-i Qur'anə deyib ya Zəhra. Dəşt-i minadə o bir danə deyib ya Zəhra. Dəşt-i minadə o bir danə deyib ya Zəhra. Sən də qəlbində onu bəstə denən ya Zəhra. Ucadan şövq ilə gəl səslə denən ya Zəhra. İnşallah ki məlum oldu bu bir nəfər kim idi də. Bir o biyabanda hər əskər də deyib ya Zəhra. Novcavan Qasım-ı Əkbər də deyib ya Zəhra. Hülqü peykan öpən əsğər də deyib ya Zəhra. Bir ələmdar-ı hünərvər də deyib ya Zəhra. Yarılan baş, düşən əllər də deyib ya Zəhra. Həm Həbib, hürr-i dilavər də deyib ya Zəhra. Təllidə Zeynəb-ü Ətxər də deyib
ya Zəhra. Qəmli səhrada mələklər də deyib ya Zəhra. Hər Muharrəmdə ürəklər də deyib ya Zəhra. Hər Muharrəmdə ürəklər də deyib ya Zəhra. Udalan qara ələmlər də deyib ya Zəhra. Məscid-i mehrabu minbər də deyib ya Zəhra. Sahibi əsr o sərvər də deyib ya Zəhra. Qəbr-i Zəhrada gəlib dərdə deyib ya Zəhra. Sən də qəlbində onu bəstə denən ya Zəhra. Ucadan şövq ilə gəl səslə denən ya Zəhra. Buğzər-ü Səlman-ı Miqdad deyib ya Zəhra. Buğzər-ü Səlman-ı Miqdad deyib ya Zəhra. Nəsli Peyğəmbər-ü Sadat deyib ya Zəhra. Nə qədər şair-i ustad deyib ya Zəhra. Neçə məddah evi abad deyib ya Zəhra. Edib hər aşıqı delşad deyib ya Zəhra. Qüssədən qəlb olub azad deyib ya Zəhra. Ənnaha var nə ki hər zad deyib ya Zəhra. Nənəsin seyyid edib yad deyib ya Zəhra. Sən də qəlbində onu bəstə denən ya Zəhra. Ucadan şövq ilə gəl səslə denən ya Zəhra. Bəh. Allah razı olsun. Ağa, təşəkkür edirik. Çox sağ olun. Allah təbrizə qüvvət versin inşallah. Allah razı olsun. Allah xanım Zəhradan bizi ayrı salmasın. İlahi amin. Və əziz izləyicilərimiz, Hüzn evinin izləyiciləri, verişimiz yenə öz axarı ilə davam eləyir və yenə də gözəl bir Əhl-i Beytin bülbülü, məddahi, zakiri, Kərbəlayı Cəlal Cəfəri qardaşım bir daha salamlayıram. Xoş gəlmisiniz. Sözü Aleykümselam. sizə təqdim eləyirəm inşallah. Allahın salam olsun hər birinizə. Dəyərli Seyid və dəyərli ustadımız. Allah var eləsin. Dəyərli qardaşım Sadiq Cəfərin. Var olasınız. Allah bizləri dünya və axirət xanım Zəhradan ayrı salmasın inşallah. Getmə mənsiz belə vəfalı Zəhra. Ey yanan sinəsi yaralı Zəhra. Ay mənim yavərim əgər ki getsən, Heydərində gedər Cəlalı Zəhra. Heydərində gedər Cəlalı Zəhra. Yarın axır gözü fəqət yaradı. Sənsiz heç bilmirəm evim haradır. Qoy əli ağlasın Əli xanım sən. Silmə göz yaşımı qolun yaradı. Silmə göz yaşımı qolun yaradı. Sənsiz olan başı bəlalı getmə. Qoyma öz yarını əzalı getmə. Mən əmanətdən olmuşam xəcalət. Yadigarı nəbi yaralı getmə. Yadigarı nəbi yaralı getmə. Halımın kaş ki bir nəfər biləydi. Kaş atal bir də Yəsribə gələydi. O gedəndən evim yıxıldı yoxsa, Möhsinin digərək anam deyəydi. Möhsinin digərək anam deyəydi. Mən gərək hər dərdimi səndən böləydim, bölmədim. Böləydim, bölmədim. Mən gərək quslun verən saat öləydim, ölmədim. Öləydim, ölmədim. Ölmədim, qaldım cənazən üstəsinə dağladım. Ölmədim, öz əllərimlə gözlərimi bağladım. Ləkkə qan düşmüş gözün, aç yumma yandırma mənim.
yandırma məni. And ola öz canı və Zəhra, utandırma məni, utandırma məni. Əlini qoyma tək həyalı Fatimə, səsimə səs verə yaralı Fatimə. Əlini qoyma tək həyalı Fatimə, səsimə səs verə yaralı Fatimə. Doymuşam canə dəxi sənsiz cahani neynirəm. Qorxuram səndən sonra dünyada çox ömr eyləyəm. Etdilər Cibril öpən dərgahı məqdəl Fatimə. Çox yorulmuşdum bu az ömründə dincəl Fatimə. Dincəl ey ömründə rahət balışa baş koymayan. Dincəl ey candan doyan oğlu Hüseyndən doymayan. Allah razı olsun. Kərbəlaya çox sağ olun. Təşəkkür edirik bu gözəl nohəyə görə, ifaya görə. Allah xanım Zəhradan sizi ayrı salmasın inşallah. Əziz izləyicilərimiz, Hüzn evinin izləyiciləri, yenə də verilişimizin axarı davam eləyir və inşallah mən yenə də üzümü tuturam gözəl ustada, gözəl ruhanimizə, Seyid Şəhadət qardaşıma. Ağa, siz seyyidsüz, xanım Zəhra balasısız. Belə bir deyim var ki, əgər evladın başına bir şey gələrsə, o məqamda anasını axtarar. Anasını soraqlayar, ananı sesləyər. Necə ki, İmam Musa ibn Cəfər ağa zindanın bir küncündə, o ki, zəhəri verdilər, üzün dolandırdı, bəqiyyə tərəf dedi ki, nənə Zəhra, gəl yandı cigərim. Və mütləqdir ki, sizin də bu həyat səhnövüzdə, həyat yolunuzda elə bir müşkülləriniz olub, elə bir çətinlikləriniz olub ki, elə bir dərdiniz olub ki, xanım Zəhradan başqa heç kimin qapısına gedə bilməmişsiniz. Və təvəssül eləmişsiniz anınız Həzrəti Fatimə-i Zəhra salamullahi aleyhə. Çox istəyərdik ki, o həyatınızda o baş verən, o yadda qalan hadisələrdən, o təvəssül eləyib, o təvəssülün cavabını aldığınız anlardan birini bizi ilə bölüşəydiniz. Ağır sualdır. Həzrət Zəhra salamullahi aleyhə, özünüz qeyd elədiniz, insanın çətinliyi olanda anasının qapısına gedər. Məsum əleyhissalamın da çətin anlarında üst tutduqları Həzrəti Zəhra olub. Həzrəti Zəhranı hər bir şeydə özlərinə nümunə götürmüşdülər və çətin anlarda da o qapıya gedirdilər. İmam Hüseyin əleyhissalamın da Kərbəla yolunda üst tutduğu yerlər olub Həzrəti Zəhraya. Həzrəti Zəhra salamullahi aleyhanın, yəni mən şəxsən öz həyatımda bunu bilmirəm, xəbəriniz var, bu sualı verdiniz mənə, yoxsa ümumiyyətlə. Mən həmişə nəsə müşkülüm olanda, bir hacətim olanda, həmişə demişəm ki, bir dənə xanım Zəhra bəhs eləyir. Başqa nə çətinliyim olub xanım Zəhradan. Mənim başıma gələn hadisə
tələbəlik vaxtında olub və xanım Zəhraya təvəssül eləmişəm. Allaha and vermişəm Həzrəti Zəhraya. 3 şey istəmişəm, birini deməyəcəm. O icazə yoxdur onu deməyə. 2 məsələ çətinliyim olub, məsələn, tələbəlik vaxtımda. Bunu tələbə yoldaşlarım da bilir. İndi sağ olan o ustadlar da bilirlər. Universitetdə oxuduğum vaxt olub. Çox maddi bir çətinlik var idi ortada. Mən onu həll eləyə bilmirdim. Və biraz da küsmüşdüm müəyyən şeylərdən, uzaqlaşmaq istəyirdim. Təhsilimi yarımçıq qoymaq istəyirdim. Mənim bugün burada olmağıma səbəb də o məsələlərin həmən dövrdə həll olunmağıdır. Mən Həzrəti Zəhraya təvəssül eləmişdim və o məsələlər həll olunmuşdu. Bir maddi çətinlik idi, bir dənə də mənəvi məsələlərdən mən dua edirdim. Hər bir insan istədiyi kimi hamı istəyir dövrün imamını ən azı bir yuxuda görsün, ən azı bir bunu çox istəyirdim. Amma Həzrəti Zəhraya təvəssül elədim. Mən onu başqa şeydə gördüm. İlk dəfədir burada deyirəm mən bunu. Demişəm, deməmişəm məsələ necə olub. Hadisəni danışmışam, deməmişəm kimin başına gəlib. İlk dəfədir burada deyirəm. Tələbə yoldaşlarımdan biri xaricdə təhsil alırdı və mənə yazdı, səhər oldu, mənə yazdı ki, neynəmirsən bugün? Deyirəm, heç nə, nəyi soruşursunuz? Dedi, yox, bugün, bu gecə neynəmirsən? Dedim, elə həmişəki halımda, yəni durmuşam, sübh namazına dururdum, biraz qabaq durmuşam. Susuz idim, getdim su içməyə. Soyuducunun qapısını açdım, mən də çox buzlu su içirəm. Götürdüm suyu içəndə yadıma Həzrəti İmam Hüseyin. Onda gözlərim yaşardı, oturdum, ağladım. Bu olmuşdu. Bu səhər mənə yazdı. Dedi ki, bəs dedim, bu hadisə olub. Dedim, mən bu gecə sübh namazından qabaq yuxu görmüşəm. Gördüm, biz tələbələr oturmuşuq Həzrəti İmam zamana. Hamı istəyirdi ağamda, mənim də həmişə duam olub. Bir hərə yapışdı ki, ağa bizə yedək. Dedi ki, mən onlara gedəcəm. Mən bunun səbəbini axtarırdım ki, bu nədir bunun səbəbi? İmam Hüseyin əleyhissalam üçün olan o bir damcı göz yaş. Yəni, biz kimik ki, İmam Zaman əleyhissalam bizim elə bir əməlimiz yox, bir şey yox. Özüm oturdum, özümə sual verdim ki, mənim axı belə bir əməlim yoxdur. İmam Zaman mənim qapımla içəri girsin. Həzrəti İmam Hüseyin əleyhissalama tökdüyüm o bir göz yaşı və xanım Zəhranı İmam Hüseynə and verməyim. Allah razı olsun. Ay mənim qəlbimin qərarı, qoyma tək Murtezan Zəhra.
yandırar hicrevi şerari, sineyi asiman-ı zehra. Ağlaram, ağlaram, kâmeti keman ölmeyüven. Dağlaram, dağlaram, sinemi cavan ölmeyüven. Dağlaram, sinemi cavan ölmeyüven. Yaralı Fatimem lay lay, vefalı Fatimem lay lay. Yaralı Fatimem lay lay, vefalı Fatimem eyvay. Yesrib'e bade serseresti, ömrümün soldu bağyası. Yesrib'e bade serseresti, ömrümün soldu bağyası. Her taraftan üzüldü çarem, derdüvün olmadı devası. Her taraftan üzüldü çarem, derdüvün olmadı devası. Gözyaşım sel teki akar mühnetüvem, bilmedim heç ne geldi gül suretüve. Bilmedim heç ne geldi gül suretüve. Yaralı Fatimem lay lay, vefalı Fatimem eyvay. Yaralı Fatimem lay lay, vefalı Fatimem eyvay. Mən deyərdim, üç oldu oğlum, Mevla Ali belə deyər. Ay qəlbimin qəminə qurban ya əmirəl müminin. Mən deyərdim, üç oldu oğlum, Möhsünə nəqşələr çəkərdim. Oğlumun fikrimin bağında kırmızı laleler ekerdim. Ağladım ruzigarime eyvay dedim. Yar eli gül üzarime lay lay dedim. Yaralı Fatimem lay lay, vefalı Fatimem eyvay. Beslerin boş kalıbdı evde, sabrimin sındırıbdı ettin. O gece gusluvu verende, gözlerim gördü silir ettin. Neşvi koydular yere ahülerin, gördüler kan verir yine pehlulerin. Yaralı Fatimem lay lay, vefalı Fatimem eyvay. Yaralı Fatimem Əziz lay lay, Hüzn evinin izləyiciləri, bir daha verilişimizin axarına gəldik, yetişdik. Bütün qonaqlarımıza mən təşəkkür edirəm inşallah və İmam Zaman ağaya buradan başsağlığı ərz edirəm. İnşallah gələn görüşlərdə görüşənədək hamınızı tapşırıram. Allah Müteala, Allaha əmanət olun, bizi dua edin, biz də sizləri duaçıyıq. Sağ olun, Allaha əmanət olun.